kel-fərəc. Amin. Məzhəbin rəisi, adımız adına bağlı olan şəxsiyyət İmam Cəfər Sadiq əleyhissalatu vesselamın hüzünlü, qəmli, qəmnak, qüssəli şəhadəti ilə əlaqədar sərvəri aləm Həzrəti Bəqiyyətullahil Əzəm İmam Mehdi sahibə zaman Əcəlallahu Teala fərəcəb-i şərifə başsağlığı ərz edirik və saniyən siz möhtərəm əzizlərə başsağlığı ərz edirəm. Allah təbarək və Teala bizi onun müqəddəs və əzəmətli şəfaətindən uzaq salmasını Amin. Teala Allah bu dünyada ziyarəti bizə nəsib eləsin. Amin. Ağamız İmam Cəfər Sadiq əleyhissalatu vesselam hicrətin 83-cü ili Mədinə şəhərində dünyaya gəlib Şəvval ayının 25-i şəhadətə qovuşub. Mübarək səadətli mövludu Rəbbül Əvvəl ayının 17-sidir. Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmlə eyni gündədir. Biri rəis-i İslamdır, digəri rəis-i məzhəb. Bunlar təsadüf ola bilməz, eyni dünyada, eyni gündə təvəllüd olsun. Hicrətin 148-ci ili Şəvval ayının 25-i 65 yaşında şəhadətə qovuşub. 12-ci imama qədər məsumlar arasında ən çox yaşayan imam Cəfər Sadiq əleyhissalatu vesselamdır. Mənsur Dəvaniqi Lənətullahi Teala əleyh zəhərli üzülü ona yedizdirməklə şəhadətinə səbəb olur. İmam Sadiq əleyhissalatu vesselam Şiə camiyyəsinin eyni zamanda bütün camiyələrin elm sahəsində xüsusi seçilmiş ağsaqqallarından hesab olunur. Ümumiyyətlə alimlər, xüsusən Avropa alimləri, Avropa şərqşünasları, belə deyək, qərb şərqşünasları İmam Cəfər Sadiq əleyhissalatu vesselam haqqında deyirlər ki, o xüsusi ən yüksək səviyyədə möhtəşəm xarakterizə olunmuş insanlardandır. Yəni onun həm dünyəvi elmə verdiyi bəhrələri, həm İslama ötürdüyü bəhrələr fövqələdədir və illərlə üzərində işlənilməlidir. İmam Sadiq əleyhissalatu vesselamın imamətinin 10 ili Mənsur Dəvaniqinin xilafəti vaxtında düşüyor. Bilməyiniz üçün deyilən möhtərəm canlar, bu Mənsur əvvəl dilənçi olub, qapı-qapı gəzib, cəmaatın pulundan göz dikib gəlib pul dilənilmiş. Bəni Haşimin qəbirlərlə məhəllələrində, şiyələr yaşayan məntəqələrdə əl açıb deyirmiş. Özdə görün necə dilənilmiş ki, bu sözü eşdən istər-istəməz ona köməkliyi göstərilmiş. Deyilmiş, Əkrimuni əla məhəbbəti Əmir-i-Müminin Əli ibn Əbi Talib. Mənə ikram edin, mənə kömək edin, mənə yardım edin, Əmir-i-Müminin olan məhəbbətə xatır, sevgiyə xatır. Bunun qarnını şiyələr doyurdular. Lakin hakimiyyət ona yetişəndən sonra şiyələrin başına oynasıb 2500 nəfər şiyə qətli var onun ayağında. Allah lənət olsun. Ki, tikdirdiyi divarlar, sarayların divarlarına örüb o şiyələri, sevdikləri 2 dənə sarayı var idi. Biri qırmızı saray, biri yaşıl saray. Yaşıl sarayda özü qalırdı. Qırmızı sarayda isə bu qətliamı yerinə getirirdi. İmam Sadiq əleyhissalatu vesselamı 17 dəfə gətizdirib saraya. Hər dəfəsində İmam Sadiq əleyhissalama deyir ki, and olsun Allaha səni öldürərəm və and olsun Allaha sizin nəslinizdən bir nəfəri sağ qoymağım. Möhtərəm əzizlər, qaydacıyam bu söhbətə, amma sizlər hər biriniz İmam Cəfər Sadiq əleyhissalatu vesselam haqqında məlumat sahibi olun, öyrənin. İmam Sadiq əleyhissalatu vesselam xüsusi şəxsiyyətdir. Əyimmə arasında, 12 imam arasında onun yerinə yetirdiyi fəaliyyətlər heç nə ilə əvəz olunmaz fəaliyyətlərdir. Çox fövqəladə, möhtəşəm, diqqətləri xüsusi özünə cəlb edən bir məsələdir. Bu qədər məsələləri üzə çıxartması, hədisləri, məhv olmalı olan hədisləri, ondan
ondan sonra sağçılıq edilməsi xüsusunda İmam Cəfər Sadiq əleyhissalam möhtəşəm işlər görür. Söhbət ilerledikçe bəzi mətləblərə toxunacaq, lakin bir dənə bunu deyim ki, İmam Cəfər Sadiq əleyhissalatu vesselamın dövründə elm, şiyyəlik, bu məzhəb o qədər möhtəşəm şəkildə inkişaf elədi ki, artıq şiyyə yox, Cəfəri deməyə başladılar şiyyələrə. Yəni, gör hara çatdı, nə həddə qalxdı ki, artıq şiyyə yox, Cəfəri ki. Əli əleyhissalamın şiyyəsini görəndə dedilər Cəfəri. Yəni, bunu bu qədər, necə deyim, necə möhtəşəm, necə fövqəladə fəaliyyətlərlə məşğul oldu ki, artıq şiyyəni görəndə Cəfəri deyirdilər, bu həddə. Fərq eləməz Cəfəri olasan, yarınki şiyyə olasan, eyni məfhuma qulluq edir. İndi bəzi adamlar var da, sözlə dav edən adamlar var, onların ağlı əlhəmdülillah turşuyub. Demək, möhtərəm canlar, keçmişi mütləq şəkildə öyrənib, yadda saxlamaq lazımdır. Keçmiş unudulmamalıdır. Bu Əbbasilər hakimiyyət çəkişmələrinə başlayanda, xalqı ayağa qaldıranda, qiyam eləyəndə bayraqlarında ya Ləsaratil Hüseyn yazılmışdı. Bu Əbbasilər. Yəni, haradadır İmam Hüseyn əleyhissalatu vesselamın axıdılan qanının intiqamını alanlar. Qiyam eləyəndə İmam Hüseyn əleyhissalatu vesselamın adından istifadə eləmişlər. Belə şeyləri elə unutmayasınız, yadınızda saxlayasınız ki, keçmişin unutmayan, gələcəyin möhtəşəm qura bilər. Vəsilətsiz adamlar, sağ-dölöv adamlar, hamısı bunlara inandılar, qoşuldular bunlara. Bunlarla bir zamanda mübarizəyə və qiyama qalxdılar. Neçə dəfə İmam Cəfər Sadiq əleyhissalatu vesselama xüsusən Əbu Muslim Xorasani məktub yazdılar bunlar ki, düşmənlərimizi məhv etməyə qalxmışıq. Gəlin siz də qoşulun bizə. Təbii ki, İmam da qoşulsa, önünə boyda kütləsi olacaq onların. İmam əleyhissalam bunların heç bir məktubuna cavab vermir, heç nə. Buyurdu, bu onların fitnəsidir. İmam Hüseynin adından istifadə edirlər əleyhissalam, sonra elə Bəni Üməyyənin etdiyini edəcəklər. Yaxşı qulaq asırsınız möhtərəmlər. Özlərinin o qədər ziddi Bəni Üməyyə göstərdilər bunlar ki, hətta Hişam İbni Əbdülməliki qəbirdən çıxardıb sübiylərini yandırdılar. Yəni, bunlar belə dəhşət Bəni Üməyyə düşməndirlər də. Və Bəni Üməyyə düşmən olmaqlarının səbəbində Əhl-i Beyt əleyhissalama onların etdikləri zülm belə nişan verirlər ki, buna görə biz Bəni Üməyyə ilə düşmənçiliyi edilir. Lakin özləri iş başına yetişəndən sonra şiyyə başçıların, alimlərin, seyyidlərin öldürdülər. Seyyid alimləri qətlə yetirdilər. Bu işləri xalqdan gizlənirdilər. Aşkara çıxanların da adını yatdı, durmadı. Məsələn, belə adını belə qoydular. Məsələn, xəstəliyi var idi, yıxıldı, öldü. Yalanlarıyla cəmaata çatdırdılar. Amma özləri qətlə yetirdilər bunların hamısını. Ali əleyhissalama heç yerdə iş vermədilər, təsəvvürün. Əhl-i Beyt əleyhissalama mənsub olan çox çətin bir məsələdir. Düzdür, qaydacaq İmam Cəfər Sadiq əleyhissalatu vesselam fəaliyyətlərinə, amma görün nə hala saldılar. Peyğəmbər ailəsinə, Ali Əliyə heç yerdə iş vermədilər. Fatimə babaları, salamullah aleyha, nəslindən olanları müflis vəziyyətə çatdırdılar. Bax, yazılan budur, o yerə çatdırmışdılar ki, inan adamın ürəyi parça-parça olur, gör, ne çətin zaman olur. Bir neçə Seyyidə xanım bir-birlərin çərşabı ilə namaz qılırdılar növbəylə, yəni o həddə çatdırdılar. Bilər, bunların çərşabları yox idi, yəni başlarına atıb çərşab, namaz qılmağa və ya əlinə atıb bayra çıxmağa çərşabları yox idi. Bir-birlərin çərşabı ilə növbəylə namaz qılırdılar. İmam Sadiq əleyhissalatu vesselamın nəvələri qapılarda fəhlə kimi işləyirlər. Əhl-i Beyt babaları fəhlə kimi işləyirlər. İmam Sadiq əleyhissalam buyurur, baxız bir dənə buna, məsciddə cəmaat yığışırdı, bizi barmaqla göstərirdilər. Nələr çəkib gör İmam Sadiq əleyhissalatu vesselam. Gör, bunlar neynidər Əhl-i Beytin əzəmətli nümayəndələrinə. Biz sakit dayanırdıq, yəni təqiyyə edirdikdə, onlar aşkar edirdilər. Bəzi şiyyələrdir, aşkar edirdilər. Buyurur, nə qədər mətləblərin üstünə pərdə çəkirdik, bəziləri aşkar edirdi. İmam əleyhissalam buyurur, xilafət dairəlilərin yola belə-belə 4000 tələbə mühəddis yaydım dünyaya. Elhamdülillah. Xilafəti yola belə-belə 4000 mühəddis yaydım dünyaya. Bu çox mühüm bir işdir, ay müminlər. Ümumiyyətlə, dərs demək, dərs keçmək. Bu xüsusda sizdən həssas olun, özünüz dərs oxumaqla və ya dərs oxuyanlara kömək etməklə, dəstək olmaqla
çox mühüm bir şeydir, çox mühüm bir şeydir. Bu müqəddəsatı diri saxlayacaq, bu dinin aradan getməməyinə səbəb olacaq. 5 nəfər insan maariflənə, dindən və 5 məntəqədə iş görə, and olsun Allaha və bunda da sənin payın olar, köməyin olar, dünyada da bəsdə, axirətdə də bəsdə. Ki, bunlar iş görəcəklər, fəaliyyət göstərəcək. 4000 nəfər böyük şəxsiyyətlər, cavanı var idi, yaşlısı var idi. Bişam kimi tələbə vardı, 17 yaşı vardı məclisə gələndə İmam Sadiq Əleyhisselam özü dururdu ayağı ona. Onun ayağına dururdu ki, onun elədiyi debatlara görə, münazirələrə görə, qulaq asırsan, onun elədiyi o əqidəni, həqiqətləri diri saxlamasına görə məhv eləyirdi Əhl-i Beyt əleyhissalama zidd olan insanlarla mübarizədə elə çıxışlar edirdi, elə danışırdı ki, onları məhv eləyirdi. Biharul Ənvar müminlər ən möhtərəm gözəl əsərlərimizdən biridir ki, Allah onun ruhunu şad eləsin, Əqam məclisinin məqamını Allah, Ə'ləllah məqamə 110 cilddən ibarətdir, 63 cildi ancaq İmam Cəfər Sadiq əleyhissalatu vəssalamın hədisləridir. 63 cildlik kitab hədis təsəvvür edirsiniz ki, İmam Sadiq əleyhissalam neyini, nə qovğaydı. Bu həmin təqiyyələrin nəticələridir. Ay müminlər diqqətli olaq, ayıq olaq, işimizi bilən olaq, gizliliklə iş görmək, fəaliyyət göstərmək, ağızlara qıfıl vurmaq imamlarımızın ən əsas silahları idi. Bunları yadda saxlayın və çalışın üstündə bunları düşünəsiniz. İmam Sadiq əleyhissalatu vəssalam möhtəşəm təqiyyəsi ilə məktəb açdı. Bütün elmləri orada tədris elədi. Gizli qalmış və qadağan edilmiş bütün hədisləri çıxartdı ortaya. 4000 əllamə, onlar heç biri kiçik səviyyəli alimlər deyildilər. 4000 əllamə yetişdirəsən və İslam coğrafiyasına yayasan ki, onlar iş görəcəklər, onlar vəzifələrin bildirmiş insanlar idilər, o 4000 nəfər insan. İşlərini bilən adamlardır. O tez bir dənə haşiyə çıxıb, elə sizə də bir-iki dəfə deyəsən danışmışam, Əbülhəsən İsfahani rəhmətullahi ta'ala əleyh xəbər verir. Bilirsiniz, Əbülhəsən İsfahani o qədər əllamə, ələm fəqih olur ki, bir aydın məsələdə bunu yaşlı adamlardan da qalsa, köhnə təqlid edənlərdən hamı bilir ki, o fəqih dövründə o qədər əzəmətli, seyyid, alimliyi ilə yanaşı təqvası o qədər yüksək olub ki, digər fəqihlər onun hörmətinə risalə verirlər. Bilirsiniz nə deməkdir? Bir əsr olur, orada bir fəqih olur, başqa müştehid olmur. Bir nəfər müştehid olur. O da Seyyid Əbülhəsən İsfahani. Bir nəfər müştehid, bir nəfər. Müştehid olub, müştehid olmayıb söhbəti getirir. Amma risalə verirlər, ehtiramını saxlayırlar. Ələmli, elmi, təqvası, hamısı əxlaqı xüsusiyyətləri, hamısı yüksək səviyyədə. Dövrün şahları, riyasət mənsəbli insanlar ayaqlaşırdılar ondan, məsləhətə gəlirdilər. O da onlara vaxt təyin edirdi məsələ. 3 dəqiqə vaxtım var. Şah gəlsə məsələ. Bax, belə bir fəqih olur. Bir gün gəl bir yaşlı qoca kişi təşrif gətirib dəftərxanaya. Deyir, Seyyidə deyin, mən ondan görüşmək istəyirəm. Dəftərxanada da təbii ki, alim uləma olar, böyük alimlər olar. Bunlar deyirlər ki, əmin, biz sənin qulluğunda yox. Nə əmrin var, buyur, xidmətimə yetişək. Və Seyyidi narahat eləmək. Nə istəyirsən də, bu deyir ki, yox, mənim işim, Seyyidlə mən sizə nə işim var? Bir deyir, iki deyir, əyyihalin səs daha gedir, axır, daha gedirlər, deyirlər. Seyyidə deyirlər ki, filan məntəqədən bir nəfər kişi gəlir, sənlə görüşmək istəyir. Eşidən kimi qalxır ayağa, hərəsan vəziyyətdə, yeyin şəkildə, qaça-qaça yəni, tünd sürətlə qaçır, basır bunu bağına, qucaqlayır, ondan gətirir, rahatlığın təmin edir, yeməklər, yer salmaq və s. Qonaq saxlayır, neçə gün, ondan sonra da ötürür, paypı işlə qoyur, ondan sonra göndərir. Soruşurlar, o kim idi bu? Deyir, bu mənim tələbə yurttaşım. Bir şəxs idi ki, çox istedadlı adam idi. Günlərin birində dedi ki, mən oxuram, mən gedirəm təbliğə. Dedi, aton yaxşı, aman yaxşı, gözlərim mən deyirəm. Sən bu cür nə istedadlı insansan, bu cür böyük
dərəcələrə gəlib çata bilərsən. Bir qulaq asma bizə getdi. Getdi bir şəhərə, yarın ki qəsəbəyə, küçədə qala-qala. Cəmaat bayraq çörəkləri qoyarlar, ha belə. Onları yeyə-yeyə, xalqdan xahiş elədi ki, uşaqlarınızı verin mənə, dərs deyin onlara. Quran dərsi ilə başladı və əlbəttə Əhl-i Xilaf məntəqəsinə gedib, qulaq asırsınız, söhbət burasındadır. Əhl-i Xilaf məntəqəsinə gedib, bunlara Quran dərsi keçikcə Əhl-i Beyt marifin, əxlaqın, ədəbin, elmin, irsin ötürür. Valideynlər bilirlər ki, uşaqlar dəyişiblər 180 dənəcə. Mömin olublar, ədəbli olublar, əxlaqlı olublar, nur olublar, nur. Qərar alırlar ki, biz də gedək bu kişidən dərs alaq. Bütün kəndi yavaş-yavaş qəsəbəni, ondan sonra bütün şəhəri bir canı ilə döndərib edir Əhl-i Beyt tərəfdarı. Bir canı ilə. Əbul-Həsən İsmail var, iş budur. Xidmət budur. Biz danışırıq, bu adına əməl edir. Ona görə deyirəm, 4000 əllamə yetişdirib və İslam coğrafiyasına yerləşdirib ki, bunların sabah işləri var idi, qoruyub saxladılar. Özü də İmam Sadiq Əleyhissalatu vəssalamın o gözə çarpan fəaliyyətlərindən biri budur ki, tələbələr arasında istedadları təyin edirdi, sonra onu o sahədə inkişaf etdirirdi. Birini təfsirçi edirdi, birini mühəddis edirdi, birini məsələn kimya ilminin banisi, Cabir ibn Həyyan istedadlarına uyğun onları inkişaf etdirirdi. Bir dənə salavat deyək Peyğəmbərə. Allahümme salli ala Muhammed. İnsanın ürəyi qabar bağlayır ki, onun fəaliyyətini biraz heç olmasa başa düşür. Onu yerinə yetirdiyi işi başa düşür. Adamın ürəyi qabar bağlayır bunun üçün ki, onun mənim boynumda nə haqları var, onu biraz anlayayım. Onu biraz başa düşeydim ki, onun mənim boynumda nə haqları var. İmam Cəfər Sadiq Əleyhissalam, bilirsiniz. Nuh ömrü yaşasaq, biz anlaya bilməyəcəyik də bu Əhl-i Beyt Əleyhissalamın bizim haqqımızda olan, bizim boynumuzda olan haqlarını, bizim üçün elədiklərini, özlərinin fəaliyyətlərini. Nuh ömrü yaşasaq. Ürək partiyar, amma tab gətirə bilməz, qalar, amma yarımcı qalar. Hamısı yarımcı qalar. Heç nəyə gelib çatmaz. Baxınız, görün İmam Sadiq Əleyhissalam, bax, bir neçə şeyə toxunacağım. Bu toxunduğum, bildiyiniz şeylər deyil, bilmədiyiniz şeylər deyil. Amma sadəcə bilmirsən ki, bunu sənə İmam Sadiqdən qalır Əleyhissalam. Bu ya İmam Sadiq Əleyhissalamın yadigarıdır, onu bilmirsən. Bax, biri budur, Kərbəla bəhsi. Möminlər, nə qədər aşiqliyiniz var Kərbəla haqqında, ləzzəti var ürəyinizdə, darıxmağınız var Kərbəla üçün, aşiqsiz Kərbəlaya, teşnəsiz, Kərbəlaya aid mövzular, türbətindən tutmuş, ziyarətindən tutmuş, fəratından tutmuş, hər bir şeyindən də nə qədər məlumatınız var, nə qədər məhəbbətiniz var. Bu sizə İmam Sadiq Əleyhissalamın hədiyyəsidir. İmam Sadiq Əleyhissalamın səyləridir. Kərbəla haqqında 3000-dən yuxarı hədis var İmam Sadiq Əleyhissalamdan. O dircədə bunu ötürür sənin ürəyinə. İş görür. Toxumu atıb, bilir ki, yerləri çıxacaq, vaxtı çatacaq, onların ürəyində bu toxumlar düzələcəklər. İmam Sadiq Əleyhissalamın yadigarıdır. Sonra ziyarətin özü, nə qədər hədis var ziyarətin özünün haqqında. Özünün ziyarət edənləri dua eləməsi barədə. İmam Sadiq ağanın özünün ziyarət edənləri dua etməsi haqqında. Bilirsiniz, necə mətin duası var ağanın. Axırda, məsələn, Allaha əmanət kimi tapşırır Kərbəlaya gedənləri. Siz altından çıxa bilərsiniz bu məfhumun. Allah həmişə nisbət eləsin. Amin. Özü dua edir, deyir ki, əstəvdiəkə, bax, belə deyir, İnşallah səhv demirəm, əstəvdiəkə tilkəl əbdan, o bədənləri sənə əmanət verirəm. Allahu Ekber. İmam Sadiq Əleyhissalam deyir, bu bədən var ha, bu bədən. Gedib İmam Hüseyin Əman ziyarət eləmək, deyir, bunları mən sənə əmanət verirəm. Allaha deyir, əmanətin məfhumunu, mahiyyətini xəlq edən elə Allahdır da. Təhvil verən kimdir, təhvil alan kimdir. Bilirsiniz, qara geyinmək. Nə qədər hədis deyir əza günlərində qara geyinmək, əza məclislərində qara geyinmək haqqında. Zəbbara təam vermək. Bunlar hamısı İmam Sadiq Əleyhissalamın yadigarıdır. Zəbbara təam vermək, əzadarlara yemək vermək, ehsan vermək, lətmə vurmaq, ayaq yalır, baş açıq əzaya getmək.
Bunlar hamısı İmam Cəfər Sadiq əleyhissalamın deyir. Fikir vermişsiniz, fəqihlər xüsusən yox elə hamısında. Fəqihlər, məsələn, Şeyx Vəhid Xorasani, Həfəzəhullah, ondan sonra Ayətullah Nurani, Ayətullah, Allah rəhmət eləsin, Safi Gülbayani, Allah rəhmət eləsin, Mirzə Cavad Təbrizi, indi Ayətullah Yəsribinin özü, o birisi Ayətullah Silbəbey, qoca yaşlı kişilər, əzar günləri, ayaqyalın onların hərəmə hərəkət eləmələr. Bunlar kimin feilini icra edirlər? Onlara bu yadigar hardan idi? İmam Cəfər Sadiq əleyhissalam özü edirdi. Özü ayaqyalın çıxırdı. Və digər işlər bunları bilib əməl eləməkdə İmam Sadiq əleyhissalama borcluyuq. Təsəvvür edin, İmam Baqir əleyhissalam təzə başlayırdı xas insanlara İmam Hüseyin əleyhissalama ağlamağın savabını deməyə. Hələ təzə başlayırdı. Ta ki, hazırladı bu cəmaatı, verdi İmam Cəfər Sadiq əleyhissalam ki, mən bunu hazırlamışam, axırlar İmam Hüseyin əleyhissalama ağlamaq bilirlər, ağlamaq istəyirlər, ağlayan olurlar. Təhvil verdi İmam Sadiq əleyhissalama. İmam Sadiq başladı, nə başladı? Qovğa elədi. İmam bir dəfə Küfəyə gedib, görür, bir dəstə qadın, kişi, uşaq harasa gedirlər, yaxınlaşır, ədəb-ərkanla yaxınlaşır. Əla-əyyarı mənim biri idarə edirlər. Ədəb-ərkanla yaxınlaşır onlara, soruşur, hara gedirsiniz? Deyirlər, Nuridu ziyarətəl Hüseyin, aleyhissalatu vəssalam. İmam Hüseyin anamı ziyarət eləməyə gedirik. İmam buyurdu, piyada gedirsiniz. Dedilər, bəli, piyada gedirik. İmam buyurdu, yolda mənim birilərimi, balaca qızlar, uşaqları, babam səccadı, yana sala gedir. Dedi, bax, sizin ayaqlarınız açıq, əlləriniz yanınızdadır. Onların əllərində, ayaqlarında zəncir var edir. Siz rahat gedirsiniz, onlar belə getdilər. Onlara danışır. Siz sağ salamat, rahatlıqla gedirsiniz, onları döyəcək. Bunları deyirlər, danışır. Yəni, gedəkdə bax, necə gedirsən, necə ziyarət edirsən. İmam Sadiq əleyhissalam deyir, özü gəldi, çatdı Fəratın yanına. Baxdı çaya, gözləri durdu. Dedi, sən hərədən ağırsan. Necə qurumadın sən, ey Fərat, səndən bir qurtun vermədilər mənim cəhdimə. Başladı ağlamağa, Rozə dedi. Ona görə də sünnə qoydu bunu eləməklə. Fəratı gördün, Rozə oxu. Fəratı gördün, zikri müsibət elə. Sünnə qoydu, görürsən, sünnə elədi bunu. Fəratı görəndə ağlamaq, Rozə demək. Ey Fəratın sünnə, şərməndəki dövranınız. Əhl-i sünnətin 35 alimi İmam Cəfər Sadiq əleyhissalamın tələbəsidir. Buxari İmam Sadiq əleyhissalamın müasiri olur. Lakin bir dənə hədis belə İmam Sadiq əleyhissalamdan deyil. Şəblənci deyir, İmam Sadiq əleyhissalamın fəzilətləri sayılmaqla bitməz. Bir təbib Hindistandan gəlmişdi, möminlər. Yorulmursunuz da inşallah. Zındıq edir. Yəni, əslən Allahı qəbul etmirdi və bundan da mübarizə aparırdı. Hadisə baş verir Mənsurun sarayında, bu Hindistanın həkimi. Hindli təbib İmam Sadiq əleyhissalama deyir, ey Əbu Əbdillah, sənə bir şey öyrətməyini istəyirsən sənə nəsə öyrədim bu tibdən falan. İmam buyurdu ki, xeyr, çünki məndə olan elm səndə olandan üstündür. Səndə olan elmdən çoxdur. Hindli soruşdu, nədir elə? İmam əleyhissalam buyurdu, mən istini soyuqla, soyuğu isti ilə, nəmliyi quruluqla, quruluğu nəmişliklə dəva edir və şəfanı Allahdan istəyirəm. Mən Allah Rəsulunun demiş olduqlarından istifadə edirəm, bilirəm ki, mədə xəstəliyin mərkəzi, pəhriz isə əlacın özüdür. Bunun üstündə bugün alimlər işləyir, mədə xəstəliyin mərkəzidir, pəhriz isə ən böyük əlacıdır. Oruç tutmağın özü ilə necə növ xəstəliklərin sağlanmasından danışılır. Hindli təbib deyir ki, bəli, tibb elə budur, başqa bir şey deyil. İmam buyurdu, elə bilirsən bunları kitablardan oxumuşam. Hindi dedi, bəli. İmam buyurdu, Allah'a and olsun, bunları Allahdan əxiz etmişəm. Sonra imam buyurdu, tibb elmindən sən daha çox agahsan, yoxsa mən? Hindli dedi, əlbəttə mən agaham, mən daha çox agaham. İmam dedi, soruşun,
Dedi soruş. Allah hidayət edesin. Hindli dedi soruş. İmam Sadiq Aleyhisselam soruşdu. Ne için başta bir neçə sümük var ve birbiriyle birleşik haldadır? Yadınızda saxlayın. Bunları, cevapları da eşitəsiniz. Təbib dedi bilmirəm. İmam Sadiq Aleyhisselam dedi, niye saç başın üstünde bitir? Təbib dedi bilmirəm. İmam Aleyhisselam soruşdu, ne için alnında tük bitmiş? Təbib dedi bilmirəm. Hindistanlı təbib. İmam dedi, ne için alında xət və çizgiler var? Təbib dedi, bilmirəm. İmam Aleyhisselam soruşdu ki, ne için qaşlar gözlərin üstündədir? Təbib dedi, bilmirəm. İmam Sadiq Aleyhisselam soruşdu, ne için burun iki gözün arasındadır? Möhtəşəm cavablar verir. Təbib dedi, bilmirəm. İmam Sadiq Aleyhisselam soruşdu, ne için kişilərin saqqalı var? Təbib dedi, bilmirəm. İmam soruşdu ki, ne için əllərin içində tük yoxdur? Təbib dedi, bilmirəm. İmam soruşdu, ne için qaraciyər əyri şəkildədir? Təbib dedi, bilmirəm. İmam dedi, mən isə bu sualların cavabını bilirəm. Hindistanlı təbib dedi ki, orada buyur, denən onların cavabı. İmam buyurdu ki, kəllə sümük bir neçə hissədən ibarətdir. Kəllənin ortasının boş olması üçün həmin sümüklərin arasında aralar var. Əgər bu aralar olmasaydı, o zaman kəllə sümüyü sınmağa daha çox yaxın olardı. Nəticədə həmin sümük aralarının səbəbindən kəllə sümüyü tez sınmaqdan uzaqdır. Yəni sınmır. Tüklərin başın üzərində bitməsinin səbəbi içlərində olan borular beynə birləşməsiyle olan yağ ötürməsinə görədir. Bu saç görsən bu nazik tükü arasında boru var, beyinlə əlaqəlidir. Təsəvvürünüzə gətirin. Bu tükün içində boru var. Tükün qıraqlarından buxar çıxır. Bununla da beynə daxil ola biləcək isti və soyuğun qarşısını alır. Alında tük olmamasının səbəbi gözəl nurun ötürülmə alın, yəni gözəl nurun ötürülmə mənbəyidir deyərdir. Yəni işığı və ya enerjini alıb gözləri ötürür. Alında xətlərin və qırışların olmasının səbəbi insanın ifraz etdiyi tərin gözə süzülməməsinin qarşısını alması üçündür. Gözə süzülməsi. Daha axsan geçsin. Gözəl mən bayaqdan tərcihəm, amma gəlib gözünüzə düşünür. Qaşların gözlər üzərində qərar verilməsinin səbəbi işığı lazım olan qədər gözlərə çatdırmasıdır. Bu qaş olmasa, ötəbələnir ki, o qaş səbəb olur, kölgə yaransın gözə. Gözə kölgə yaranmaqla işığı tənzimləyir ki, çox daxil olmasın adamın gözünə işıq, imam buyurur. Burunun iki gözün arasında olmasının da səbəbi işığı bərabər səviyyədə bilməkdir. İşıq bərabər səviyyədə. Sağ gözə çox işıq, sol gözə az işıq çatmasın. Bərabər səviyyədə çatsın. Əgər burunun dəlikləri yuxarı tərəfdə olsaydı, o zaman nə beyindən xəstəlik çıxar, nə də ki, beyinə hava çatmaz. Kişilərdə saqqal qərar verilməsinin səbəbi zahiri görüşdə kişinin qadından seçilməsi üçündür. Bir hədisdə də var ki, əgər kişilər saqqallarını qıxsalar, artıq bir-birlərinə məhəbbət edərlər. Allah irad etsin. Əgər əlin içində tük olsaydı, insan toxunduğu şeyi hiss etməz və tanıya bilməzdir. Lamisə-də qaraciyərin əyri və ya ortasının boş olmasının səbəbi mədənin bütünlüklə onun üzərinə ağırlıq salmaqla onu sıxıb, onda olan buxarı xaric etməsi üçündür. Ki, mədə onu sıxır, onun öz buxarı xaric olur. Ağciyərin iki hissədən ibarət olmasının səbəbi ürəyin həmin iki hissənin arasına daxil olması və onun hərəkəti ilə soymasıdır. Burada böyləklər haqqında da söz deyil, sadəcə mən utanıram, deyə bilməm. Yazmışam ama deyə bilməm. Hindli soruşdu, bu elm sənə hardandır? İmam Aleyhisselam buyurdu, ata-babalarından, onlar Allah Rəsulundan, o da aləmlərin Rəbbi olan Allahdan. Hindli təbib dedi, doğru deyirsən, mən şəhadət verəm Allahdan başqa heç bir məbud yoxdur. Muhammed onun Rəsulü. Allahümme salli ala Muhammed və ali Muhammed. Sən də zamanın ən bilikli alimisən. Şeyx Səbir Əl-Xisal səhifə 1124. Məsələ budur, ay müminlər.
Bu qədər fəaliyyətlər nələri aşkar elədi, nələri ortalığa çıxartdı. Fəzli ibn Rəbi hökumət adamı idi, möminlər. Eşitirsiniz, yorulmadınız ki, ben çox qalmayım, bitirirəm. Gecənin bir vaxtı buna dedilər, get Cəfər ibn Muhammədi gətir saraya. Yəni, qulaq asında. Əgər yatağında olsa, belə yataqda da oradan elə o formada götürür gətir. Bir neçə nəfərlə gəldi bu Fəzli ibn Rəbi, gəldi, yanındakilərdən dedi, siz qalın bayırda, mən hasardan düşəcəyəm həyətim. İmam həyətdə idi və dəstəmaz alırdı. Gecə, qaranlıq. Gördü divardan torpaq tökülür yerə. Baxdı, gördü bir nəfər bu talvarın üstündən. Buyurdu, dayan yerində, imam dedi. Mən çıraq gətirim, ayağın altını görəsən. Ta yıxılmayasan. İmam çırağı yandırdı, buyurdu, filan tərəfdən gəl, damın üstünə çıx, oradan en pilləkana. İmamın ona baxıb, danışığına baxıb. Bu, imamın dediyi kimi elədi və gəldi, yaxınlaşdı, imam salam verdi, ta ki imam ilə salam verdi, tutdu imamın biləngindən. Dedi, əmir səni çağırır, Mənsurun səndən işi var. Həyətdədir də İmam Əleyhisselam. Əmmaməsi başında yox, əbası çiynində yox. İmam buyurdu ki, əmmaməmi qoyun başıma, əbamı giyinin, çıxaq. Dedi, yox, mənə əmr edirlər, səni elə belə aparım. Nə vəziyyətdəsən o vəziyyətdə. Həzrət bir neçə dəfə israr elədi ki, mən yaşlı kişiyəm, əyildi, mən belə bayra çıxmağım yaxşı deyil və s. Qulaq asmadı imamı. Tutdu imamın əlindən. Evdə xanımlar, Fatimə balaları, salamlar eləməm. Danışıqları eşidirlər içəridən. Təsəvvür edin, evdə uşaqlar, xüsusən qız uşaqları görürlər gecənin bir anını, bir nəfər atılarını biləyi ilə tutub dartarlar. Bu balaların ağlamaq və qışqırıqları ucaldı. Ağa buyurdu, sakit olun, salamat qaydacıyam, narahat olmayın. Düşünün, 65 yaşı var. Bu məlum mindi ata. Möminlər, imam bizim hər şeyimizdir. İmam bizim ən əzizimizdir. Onun başından bir tük əskik olsa bizim ürəyimiz ağrıyor. Bizim ürəyimiz onun ürəyindəndir. 65 yaşında bir yaşlı kişini gətirin gözünün qabağına. Bu məlum mindi ata, imam piyada düşdü bunun da arxasınca. Həddindən artıq çox üzr istəyirəm, xəcalətlə deməyə də utanıram. Amma yazılar belədir, belə yazırlar. Bu məlumun atı bəlkə çapırdı. Dönürdü arxaya, deyirdi, Cəfər, qaç. Bax, belə sözlərlə. Tez ol, deyirdi. Bu məlumun deyir, gördüm təngə nəfəs oldu. İmamın deyir, gördüm, qay təngə nəfəs oldu. Qocadır da, necə qaçırdarsan onu. Ürəyim yandı. Məlum deyir, ha, mindirdim bunu ata. Dedim, mənə belə əmr edirlər, bağışla, mən sən. Belə deyirlər, belə deyirlər. Fəzli ibn Rəbi deyir, mənə dedi, onlar mən 2 rükət namaz qılır. Kül belə ruzigarın başına ki, Allahın vəlisi belə bir rəzil adamdan icazə alır. Bu zülümlərin kökü boğazına kəndir atılmış kişinin vaxtında qoyulmuş. Oradan başlayır. İcazə verdi. Ağa 2 rükət namaz qıldı, əllərim qaldırdı, 2 kəlmə dua edir. Ya uddəti fi şiddəti. Ey mənim pis anlarımda, pis vaxtlarımda, çətin vaxtlarımda mənim köməyim olan Allah. Bir dənə bunu dedi. Qalxdı ayağa, gətirdilər ağanı Mənsurun qabağına çəkə-çəkə gətirdilər. Özlərini Mənsura göstərmək üçün ki, darta-darta gətirdilər ki, bax, sən necə deyirsən, elə eləmişdir. Mənsur məktubları tökdü ağanın qabağına ki, şiyyələrimə yazmışsan bu məktublar. Qılıncı çəkdi yarıya qədər, çıxartdı qınından. Sonra geri qaytardı və bir neçə dəfə bunu təkrarladı. Neçə dəfə qılıncı çıxartdı qınından, saldı yəni. Sonuncu dəfə qılıncı çıxartdı qınından, yaxınlaşdı, başladı məhəbbət göstərməyə. Fəzli ibn Rəbini çağırdı, dedi ağaya ki, mən deməmişəm. Ağaya da dedi ki, mən deməmişəm səni gətirsinlər. Atı gətirir, ehtiramla onu aparın mənzilinə. Rəbi deyir, qaydandan sonra dedim, əmir, sən axı özün dedin onu gətir və necə demişdin, elə də gətirdik. Dedi, Rəbi, mən ölənə qədər bunu kiməsə desin, sənin nəslini kəsərəm.
Amma deyirəm, səbəbini deyirəm sənə. Deyir, qılıncı biraz çəkdim, gördüm Peyğəmbər qiyamı qaralında. Əvvəl düşündüm, Bəni Haşim Seyid Bacarız. Bağladım qılıncı, gördüm heç kim yoxdur. Sonra yenə çəkdim, eyni hal oldu. Yenə saldım qılına. Sonuncu dəfə qılıncı çıxardanda Peyğəmbər yaxınlaşdı, mənə dedi, onun başından bir tük əslik olsa səni məhv edərəm. Səni məhv edərəm. Xülasə, ağa evə salamat qayıtdı. Qadınlar, uşaqlar hamısı gözləyirdilər. Yığışdılar başına. Düz deyə ondan sonra da çox çəkmədi. Üzümün zəhəri, üzümün içində imama yedizdirdi və imamı qədir edildi. İndi müminlər bir yerə yol alıram ki, aləm dolansa gəlib rozəni orada qalacaq.